Pasiyentimiz, əslində körpə pasiyentimizi 1 yaş 2 aylıq, 2 qardaşdılar. İlk olaraq birinci pasiyentimiz olub, qardaş ölkədən, Türkiyədən gəliblər. Məhz inteqrativ tibbin müalicə metodlarından istifadə etdikdən sonra nəticəni görərək ikinci evladında bizim klinikamızda müayinə və müalicə etdirməyə qərarlaşdırıblar. Ona görə də qardaş ölkədən bizə qonaq gəldilər. Deməli, hər iki uşaqda ilk növbədə hər iki funksiyaların pozulması olub. Hal-hazırda müayinə etdiyimiz körpədə də hər iki funksiyalar pozulub, barmaqları ucunda dirəşir, yerimir, sərbəst tam oturmur, yalnız köməklə oturur. Apardığımız müayinəyə görə uşağa inkişaf etaplarının ləngiməsi diaqnozunu qoyuruq və bugündən etibarən həm reabilitasiya, həm də inteqrativ tibb müalicələrindən istifadə etməklə düşünürəm ki, mükəmməl bir müalicə olaraq müsbət nəticə alacaq.